Ümumiyyətlə bizim coğrafiyada, yəni yaxın şərqi nəzərdə tuturam, özü Ərəbistandan Rusiyaya qədər, nə bilim yaxın Mərkəzi Avropaya qədər, elə gəlsin də bu tərəfə, Mərkəzi Asiyadan Mərkəzi Avropaya qədər. Bu xalqların arasında ən aktiv bu DNT analizlərində hansı xalq irəlilədi? Məsələn, daha çox olar Ərəblər. Ərəb şeyxləri. Bir nömrə ərəblər. Ərəblərdən sonra Yahudilərdir. Maraqlanan bu genetik işlərlə. Ondan sonra bizdə şərqdə gəlirik, biz gəlirik yavaş-yavaş, kürdlərdir maraqlanan, zazalardır, talışlardır, Azərbaycanlılar, belə də yəni sıranı. Bunlardan da savayı, yəni müsəlmanları qoysaq qırağa, ermənilər çox aktivdirlər bu sahədə. Mən deyərdim ki, biz ümumi baxsaq, bəli, bir nömrə ərəblərdirsə, iki nömrə mən deyərdim, Yahudilərlə ermənilər bir yerdir. O qədər, yəni mənlər çox belə müfəssəl formada test keçirlər. Testləri də çoxdur, nümunələri də çox edir. Hətta onlar artıq canlı insanların testindən doymayıb, indi sümüklərdən test çıxartırlar, qəbirlərdən. Yəni onlar o formada inkişaf edirlər. Bizimkilər biz hələ danışırıq ki, filan şey belədir, filan belədir. O yüzden biz onları keçməliyik. Biz ən azı mübarizə olaraq, elmi mübarizə olaraq biz onları mütləq keçməliyik. Mütləq. Belə keçirməsin, onlarda bəs əsas haplogrupa hansı çıxır? Biz neçə verilişdə sizdən eşitmişəm, tamaşaçılarımız üçün. Ümumiyyətlə, bilirsiniz, haplogrup belə bir şeydir ki, bax, bayaq danışmışıq, coğrafi bir şeydir. Lider, daha çox. Onlarda məsələn, J2 haplogrupu ilə R1B-dir, eyni faizi oynayır. 40% civarında bu da var, bu da var, hər ikisi var. Məsələn, R1B haplogrupunun ermənilərdə faiz çoxluğu gəlib çıxır. Bizim bu Azərbaycan coğrafiyasındakı ermənilərdə, Qarabağ ermənilərində var. Məsələn, İran ermənilərində var. Burada R1B-lər biraz çoxalırlar. Amma J2 haplogrupunun çoxluğu ermənilərdə əsasən Türkiyədə yaşayan ermənilər olublar. Ermənilər ümumiyyətlə coğrafi olaraq, şəcərə olaraq vətənləri, yəni onların çoxluq olduğu yerlər Türkiyə olub. Onlar Türkiyədə daha çox yaşayıblar. Əsasən Kirkiyə bölgəsi olub, onların cənub bölgəsi olub, orada olub, Türkiyənin cənub hissələri idi. Orada çox olublar. Və ermənilərin hal-hazırdakı əsas haplogrupları J2-dir və R1B-dir. Əsasən bu haplogruplar içində variasiya edirlər. İndi deyərsiniz, bax, R1B talışlarda da var çoxluqdur. Yox, belə deyil də. R1B-nin belə bəzi qolları var ki, məsələn, PF7580, L584 rəqəmlər var. O rəqəmlər talışlarda məsələn üçün azdır. 1%, 2% çıxır. Talışlarda pH 49.02-dir. Yəni bu ağacdır da, belə deyil. Bu bizim kitabımızda bu ağacın bir qolu nə bilim plan qoludur, bir qolu da plan qol yayılıb. Axı ermənilər də elm olaraq qəbul olunmuş Hind-Avropa xalqı sayılır. Onlar da Hind-Avropa şəritdə. Ona qalsa ingilis də R1B-dir. Təsəvvür edin, İrlandların 80%-dən çoxu R1B haplogrupudur. Bu R1B-də. Fransız da R1B-dir çoxluğu. İngilislər, nə bilim, Almanlar, onlar da R1B haplogrupu daşıyırlar çoxluq. Yəni bu ona dəxlisi yoxdur. Yəni ona görə R1B haplogrupunun qolları vardır, vetkaları var, ağacları var, bölünür. Budaqları. Biri üçün ermənilərdə yayınıb, biri Albanlarda yayınıb, Arnavutlarda, biri ingilisdə, biri belə ağacları var. Və R1B olmağı da normaldır ki, bunlar ermənilər axı Hind-Avropa mənşəli olur, R1B çıxmağı normaldır. J2 çıxmağı da bir tərəfdən normaldır ki, Anadolu da, onların yurdu oraydı, istər-istəməz coğrafi olaraq J2 onların çıxmaq olmalıdır. Belə.